O gün bir xəbər qabağıma çıxdı. Azərbaycanla Serbiya artilleriya üzrə hərbi təlimlər keçirlər. Mən başa düşmürəm bu. Nə olub bu Azərbaycana? Nə oldu elə harda İslam düşmanı var, Türk düşmanı var. Azərbaycan onunla təlim keçirir, müttəfiqlik edir, silah alır, silah verir. Müsəlman qatili İsraillə dostlayır. Müsəlman Türk qatili Serbiya ilə hərbi təlimlər keçir. Xəbəriniz var, Serbiya Bosniyada, Kosovada müsəlmanlar nə qədər qırıb? Biz Xocalı-Xocalıyıq. Srebrenitsa var, Srebrenitsa. Srebrenitsaya nə bilim bəlkə 100, 200, 300 Xocalı yerləşər. Elə bir serblər soyqırım eləyiblər orada müsəlmanlara qarşı. Niyə? Biz sizə Bosniyalılarda serblər kimi Slavyandır. Sadəcə olaraq onların dini müsəlman idi, İslam idi, onları qırmışdılar. Serbiya nə vaxtdan başa Türkiyə düşmanı, serblər Osmanlıya qarşı savaşıb, Ruslarla ittifaqda olub, həmişə Türkiyə müsəlmanı özdə düşman bilib. Bu Azərbaycan bu nədir? Harda? Növbəti kimdir? Yunanistanlandır. Kimdən eləyəcək? Yəni mən bu müsəlman düşmanları bir sayım görün, sonra kimdən eləyək? Sonra da biz deyirik, Xocalıya görə müsəlman dünyası. Sən də müsəlman harda düşmanı var, onunla dostluq, çaşqaloşqalıq eləyirsən, qardaşlıq eləyirsən. Sən müsəlman dünyasından nə gözləyirsən? Və Yunanistanla da keçirin, daha keçib Hindistanla da keçirin. Sonra kim qalıb? Kimdən qalıb? Kimdən dostluq eləmək istəyirsiniz? Müsəlman kim qanını töküb, onunla da dostluq edin. Yəni sonra da deyir ki, biz müsəlman, sən də müsəlman dünyası görür ki, sən harda müsəlmanı kim qırır, onunla dostluq edirsən, sənə nə münasibət bəsləyəcək ki? Sonra da inciyirik, Türkiyədə bizə qarşı, indi bir də biri var, güya Türkiyə cavab verir də, bu mənim üçün Yahudi, sənin üçün, sən axı yalan danışırsan axı. Sən gözünün içinə qədər yalan danışırsan. Ərəb, müsəlman, Fələstinə dəstək, Ermənistana dəstək verir. Bu yalanları bəs edin də uydurdunuz da. Daha neçə ildir bu yalanları ifşa edirik, yenə düzəlməyib. Fələstin Ermənistanla Fələstin münasibətləri, diplomatik münasibətləri 2025-ci ildə quruldu bu il. O da müharibə qutarandan sonra Azərbaycanla. Fələstin Azərbaycanda həmişə nümayəndəli olub, Ermənistanda nümayəndəliyi yoxdur. Yəni, nə boş-boş danışırsınız. Mən deyir, bəs yaxşı, mən deyir, ərəbi, yahudini, ərəbi, müsəlman ərəbini sən tuta bilərsən, çünki sən özün müsəlman deyilsən. Ona görə bugün deyir, sən kimi dırnaq arası istiqlalsız ziyalımız, siyasi xadimimiz olanda ölkən siyasətdə bugün də olar. Yəni, vallahi biz hara gedirik, mən başa düşə bilmirəm. Bu nədir bu? Nə etmək istəyirsiniz? Serbiya Avropa Şurasında bu yaxınlarda Azərbaycanın yeganə ölkə, Azərbaycan o Avropa Şurasından çıxarılmasına əleyhinə səs verdi. Bir hansı ölkədə Albaniya idi. Həmən o serblərin qırdığı Albanlar, Albaniya, müsəlman Albaniyası, əhalisinin 60% müsəlmandır. Müsəlman sayılır ən azından. Yəni, Serbiya bizim xeyrimizə səs verməmişdi. Yaxşı yadımdadır bu Tovuz savaşı başlayan 2020-də, sonra 1-ci Qarabağ müharibəsinə xəbərlər gedirdi ki, Serbiyadan Ermənistana silahlar gedir. Serbiyadan Ermənistana gedir, Azərbaycana yox. Biz amma Serbiyanın hərbi təlimləri, artilleriya təlimləri keçiririk. Biz Albaniyandan artilleriya təlimləri keçiririk. Sən Avropa Şurasında yeganə Avropa ölkəsidir. Sən o sən lehivə səs verir Türkiyə ilə bərabər. Bir Türkiyədir, bir də Albaniyadır. Qalan heç kəs Avropa Şurasında. Sən Serbiyanla hərbi təlim keçirsən. İndiyə qədər biz Kosovanı niyə tanımırıq ki? Əvvəl dedik ki, bizim Qarabağ problemi, şükür Allah, Qarabağ problemimiz yox. Niyə Kosovanı müstəqil dövlət kimi tanımırıq? Türkiyə tanıyıb. Biz niyə tanımırıq? Rusiyadan qorxuruq, Serbiyadan qorxuruq. Kimdən qorxuruq? Niyə eləmirik ki? Yəni bu, valla bu siyasət İslam dünyasında, onsa Türkiyə cəmiyyətində, xalqı içində Azərbaycana qarşı münasibət mənfiyə dəyişir. Sizin o saxta deputatlarınızı, saxta partiya sədrlərinizi, saxta ziyalılarınızı ortaya çıxardıb güya Türkiyə cavab verirlər. O olmayacaq, o keçmir. Primitiv bir Abu Vasil cavabıdır. Yahudini müsəlmandan üstün tutub cavab bu İslam dünyasında və Türkiyənin müsəlman kəsimində və AK Partiya dəstəkləyən müsəlman kəsimində əksinə daha da Azərbaycana qarşı münasibət mənfiyə gedəcək. Və Erdoğan da demokratik seçkilərlə seçilən prezident kimi də daxildəki auditoriyanın istəklərinə, tələblərinə məcbur olacaq, diqqət yetirsin.
Elə gözləmirin Erdoğan həmişə kardeşim Azərbaycan deyəcək. Sabah ona səs verənlər ki, cənab Erdoğan elə deyil. Kardeşin dediyi ki, mən Yahudini deyir, müsəlmandan üstün tuturam. İsrailə dost ölkə deyil, Serbiyanla təlimlər keçir. Onda Erdoğan da məcbur olub daxili ona səs verənlərə diqqət yetirsin. Və onda nə olacaq Azərbaycan və Azərbaycana qarşı münasibət dəyişsə, nə olacaq? Yəni bu Azərbaycanda təyinatla deyil, Türkiyədə seçkidir, xalq seçir. Yəni belə olmaz. Yəni ki, mən bilməm bu siyasətdən biz hara gedirik, amma mən bir onu görəm ki, heç də yaxşı yerlərə getmirik.